Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün şəhər sakinlərimizdən daşınmaz əmlak haqqında məlumat alacağıq. Görəsən bizim sakinlərimiz ərazi prestijliyinə görə ən çox hara üstünlük tuturlar və hal-hazırda kirayə və satış qiymətlərindən razıdırlarmı? Birlikdə sorğuya davam edək. Vaxtınız xeyir olsun. Salam. Bugünkü sualımız ondan ibarətdir ki, sizə görə hal-hazırda şəhərin ən prestijli ərazisi hansı rayonda? Ən prestijli yer, məncə yer desəniz Port Bakıdır. Çünki orada qiymətlər bayaq çıxdı və evlər də çox mükəmməl dərəcədə. Belə. Bəs hal-hazırdakı daşınmaz əmlak bazarından xəbərdarsınız o ərazidə? Xeyr. Siz özünüz hansı rayonda qalırsınız? Mən burada 28-də qalıram. Səbah rayonunda qalırsınız. Bəli, Səbəri. Öz evinizdə yoxsa kirayədə? Kirayədir. Bəs kirayə qiymətlərindən razısınız? Biraz yüksəkdir, amma uyğundur. Təşəkkürlər. Sağ olun, siz sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Bugünkü sualımız ondan ibarətdir ki, şəhərin ən prestijli ərazisi sizə görə hansı rayondur? Ən prestijli ərazisi mənim fikrimcə İçəri şəhərdir. Səbah rayonu. Bəli, Səbəh rayonu. İçəri şəhər mənim fikrimcə ən ideal yerdir. Qiymət olaraq ola bilər ki, biraz bahaçılıq olsun, amma ən rahatı, ən idealı mənim fikrimcə İçəri şəhər zonasıdır. Oradakı yerlərdən ən xoşuma gələn də Cazbakudur. Cazbakunun ümumiyyətlə İçəri şəhərin territoriyası elədir ki, yəni həm dizayn baxımından, həm də ki, qiymətlər baxımından bizim büdcəmizə olaraq uyğunluq təşkil edir. Yəni belə baxanda, amma qiymət baxımından 28 may ərazisi, bir də ki, Targovu seçmək olar belə, yəni İçəri şəhərdən daha aşağı büdcədir. Amma İçəri şəhər belə deyək ki, həm büdcə baxımından, həm də ki, zövq baxımından, istirahət baxımından ən ideal yerdir. Siz Bakı şəhərinin hansı ərazisində qalırsınız? Bakı şəhərinin Yeni Günəşli qəsəbəsində, Suraxanı rayonu. Suraxanı rayonu. Çox sağ olun, təşəkkürlər. Sağ olun, minnətdaram. Salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Sizə görə şəhərin ən prestijli ərazisi haradır? Yəni, təbii ki də bu Port Bakı ola bilər və Crescent Mall, yəni o tərəflər. Bəs hal-hazırdakı daşınmaz əmlak qiymətlərindən xəbərdarsınız o ərazilərdə? Sonuncu dəfə maraqlananda kvadratı 5000 falan idi. Sonuncu dəfə neçə il ərzində? Çünki hal-hazırda Crescent Mall'un kvadrat metri 20-25 mindən başlayır. Ola bilər. Sizin məbləğiniz hal-hazırda uyğun deyil. Yəni, məncə bu normaldır, yəni kompleks olaraq. Ora sadəcə yəni əmlak deyil də, onlar rezidensiya gedir və onların təbii ki də yəni prestiji də zaten yəni bundan ibarətdir. Çox sağ olun, təşəkkür edirik. Sağ olun. Salam, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edərdiniz zəhmət olmasa. Mən Fuad Zeynalov. Fuad bəy, bugünkü sualımız ondan ibarətdir ki, daşınmaz bazarı izləyirsinizmi? Bəli, yaxından izləyirəm. Bakının harasında qalırsınız ərazi Mən olarak? Buzovna qəsəbəsində qalıram. Bəs bu zonadan köçmək istəsəz, sizə görə şəhərin ən prestijli yeri haradır? Məncə elə 28 may ərazisi çox yaxşıdır. Satış yoxsa kirayə barəsində fikirləşirsiniz? Açığı kirayə barəsində fikirləşirəm. Qiymətlərdən məmnunsunuz? Xeyr, elə də məmnun deyiləm. Çox bahadır kirayə qiymətləri. Satış barəsində çox da məlumatım yoxdur, amma kirayə qiymətlərindən heç məmnun deyiləm. Təşəkkür edirik sizə. Çox sağ olun. Hörmətli izləyicilərimiz, bugünkü çəkilişimiz bitdi. Kommentariyalarda qeyd edərək əmlakla bağlı məsələləri soruşa bilərsiniz və biz də şəhər sakinlərimizdən soruşa bilərik. Sorğularımızı izlədiyimiz üçün sizə təşəkkür edirik. Komment yazmağı, bizi takip eləməyi unutmayın. Təşəkkürlər.